Teleradio Akademiyasında keçirilən mediada Azərbaycan dili mövzusu ətrafında təlimlərimiz davam edir. Təlimlər çərçivəsində bugün televiziyada Azərbaycan dilinin saflığının qorunması, tənzimləyici qurumun vəzifələri və praktiki addımlar mövzusu ətrafında müzakirəmiz olacaq. Mövzu ilə bağlı həmsöhbətim isə Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovdur. Fazil bəy, xoş gördük. Çox sağ olun, təşəkkür edirəm dəvət üçün. Fazil bəy, elə ilk sualım mövzunun adından qaynaqlanmış olacaq. Ümumiyyətlə, dil saflığı anlayışı konkret olaraq özündə nəyi ehtiva edir? Azərbaycan dilinin saflığı anlayışı çox böyük bir spektra malikdir. Tənzimləyici qurum tərəfindən baxanda bunun bir çox aspektləri var. Aspektlərdən biri orfoqrafik, təbii ki, qaydalara əməl olunmasıdır. Ədəbi dilin normaları oldu. Digəri orfoepik qaydalardır. Ondan sonra xarici kəlmələrin yersiz istifadəsi məsələsidir. Tələffüz məsələləri təbii ki, qeyd elədim ki, yəni müxtəlif spektrlardan monitorinqlər olunur və bizim fikrimizcə Azərbaycan dilinin saflığının qorunması mediada xüsusilə nəzərə alınmalıdır. Çünki ölkə başçısının da bildirdiyi kimi və bu yaxınlarda da onu təkrar etdi televiziya kanallarının müsahibəsində, Azərbaycan dilinin saflığının əsas məsuliyyəti media, xüsusilə yazılı media və televiziyanın üzərinə düşür. Və bu körpü rolunu media məsuliyyətlə yerinə yetirməlidir. Məsuliyyət böyük bir anlayışdır. Yəni, burada həm aparıcıların, həm redaksiya heyətinin dil normalarına riayət etməsi ən əsas vəzifələrdən biridir. Audiovizual şura olaraq, təbii ki, qanunvericiliyə əsaslanaraq biz də bu sahədə müəyyən monitorinqlər aparırıq və ölkə başçısının çıxışından sonra biz monitorinqləri daha bir spektr üzrə, yəni ki, xarici kəlmələrin istifadəsi üzrə apardıq. Müəyyən məsələlər açıqlandı, təbii ki, sadəcə bir qeydi bildirmək istəyirəm ki, bizim təsbit etdiyimiz 50-yə yaxın xarici kəlmə var idi. Biz Dilçilik İnstitutu ilə əlaqə saxladıq. Təbii ki, onlara rəsmi müraciət etdik. Həmin 50 sözün qarşılığının olub-olmamasını orfoqrafiya lüğətində aydınlaşdırdıq. Və məlum oldu ki, 33 söz konkret olaraq xarici kəlmə kimi istifadə olunub televiziya kanallarında. Bu, yalnız dekabr ayında. Bu, bizim müəyyən etdiyimiz 33 sözdür. Təbii ki, bu say çoxala bilər və 33 sözün istifadəsi çox təəssüf olsun ki, açıq, ümumölkə və peyk kanallarında istifadə sayı 1400-ə yaxın olmuşdu ay ərzində. Yəni, böyük bir rəqəmdir əslində. Çünki bu, özdə yalnız aparıcı və redaksiya heyəti tərəfindən. Burada qonaqlar, bədii filmlər, tamaşalar nəzərə alınmamışdı. Yəni, bu bizi biraz narahat etdi. Təbii ki, biz monitorinqlərimizi davam etdiririk. Davam olaraq yayımçılarla görüşlərimiz oldu. Görüşlərdə biz bildirdik ki, təbii ki, biz tövsiyələrimizi verdik, xəbərdarlıqlar etdik, tələblər qoyduq ki, həmin redaksiyalar özlərində dil redaktorlarının işini gücləndirsinlər, yoxsa cəlb etsinlər, aparıcıların dillə bağlı biliklərini, savadlarını artırsınlar və bu tendensiya əgər artan istiqamətdə yox, azalan istiqamətdə getsə, deməli biz nəyəsə nail ola bilirik. Yox, artan istiqamətdə gedəcəksə xarici kəlmələrdən istifadə, burada artıq inzibati cəhətdən tədbirlərin tətbiq olunması nəzərdə tutulur. Bu da cərimələr var, yayımın dayandırılması halları var. Yəni, bir spektr tədbirlər vardır. Ümumiyyətlə, Fazil bəy, bəs bu monitorinqlər hansı şəkildə aparılır? Monitorinqlər aparılır, yəni ki, bizdə süni zəka əsaslı, süni intellekt əsaslı proqram təminatını əldə etmişik. O proqram təminatı bizə imkan verir ki, həmin sözlərinin efir vaxtı tam istifadəsini bizə açıq bildirsin. Təbii ki, bizim monitoring şöbəsinin əməkdaşları hər bir hal üzrə məsələni daha dəqiqləşdirmək üçün, yəni ki, tək sözün olması deyil, bunun kim tərəfindən işlədilməsi əsasdır, aparıcı mı, respondentmi, qonaqmı, yaxud da xarici bir vətəndaşmı əsasdır. Biz onlara ayırt edirik və hansı kontekstdə istifadə olunması əsasdır. Çünki bəzi sözlər var ki, bizim də dilimizdə var, xarici dilləri də var, amma kontekstdən asılı olaraq o xarici kəlmə kimi hesablana bilər, asıl olmayan hesablana bilməz. Buna görə də bu əsasda aparılır. Ağır işdir, amma dilimizin keyfiyyətinin qorunması buna əsas verir təbii ki. Ümumiyyətlə, bu monitorinqlər davamlı şəkildə mi aparılır, yoxsa müəyyən bir şikayət əsasında? Təbii ki, şikayət əsasında olan monitorinqlər də var, amma dil üzrə monitorinqlərin
yenidən belə intensiv aparılmasının səbəbkarı təbii ki, möhtərəm cənab prezidentimiz oldu. İlk olaraq bu Milli Akademiyanın 80 illik yığıncağında etdiyi çıxış, ondan sonra biz onu tapşırıq kimi əsas götürərək başladıq monitorinqləri daha intensiv aparmağa. Amma daimi monitorinqlər də gedir və şikayət əsasında monitorinqlər də aparılır təbii ki. Bu monitorinqlər onlayn platformalara da aiddir, yoxsa yalnız televiziya kanalları, media qurumları? Yox, onlayn platformalar bizim Audiovizual Şuranın tənzimləmə dairəsinə daxil olmadığından ora daxil deyil. Yalnız bura televiziya, radio kanallara aid olur. İnternet üzərindən yayımlanan audiovizual media subyektlərinin proqramları daxil olur. Amma son bizim monitorinqlər yalnız hələlik televiziya kanallarına əhatə edilib. Radio kanallarla bağlı monitorinqlər nəzərdə tutulub, amma sonraki mərhələdə ilk olaraq televiziya proqramları monitorinq olunur. Ümumiyyətlə, bu tipli, məsələn, televiziya kanallarında dil problemini aşkarlananda hansı cəzalar tətbiq olunur? Yəni, kanalın bağlanmasına qədər olan mərhələni? Yox, o dərəcədə sərt cəzalar birdən-birə tətbiq oluna bilməz təbii ki. Qanunvericiliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin əsasən hüquqi şəxslər bu halda ədəbi dil normalarının pozulmasına görə Audiovizual Şura onları inzibati tənbih tədbiri kimi maliyyə cəzası ilə protokol tərtib edib məhkəməyə göndərə bilir. Bu maliyyə cəzasının məbləği 500-dən 1000 manat arasındadır hər dəfə. Amma təbii ki, bu dəfələrlə təkrar olunanda, siz dediyiniz kimi il ərzində məsəl üçün 5 dəfə təkrar olunanda artıq lisenziyanın ləğvinə kimi gəlib çıxa bilər. Mən ümid edirəm ki, belə sərt tədbirlərə biz gedib çıxmayacağıq təbii ki. Ümumiyyətlə necə düşünürsünüz? Hazırda televiziya dili risk altındadır. Televiziya dili çox hazırda risklər var, bəli, sosial mediadan gələn risklər daha çoxdur. Bilirsiniz ki, sosial media, biraz onlayn platformalar, blogerlər, biz influencerlər deyilir, hətta o da xarici sözdür. Bizdə rəqəmsal platforma təsirçiləri artıq adı salınıb. Onların dili elə bil ki, daha tez yayılır. Onların dil üslubu cəmiyyət arasında, gənclər arasında xüsusilə tez yayılır və ona görə də təsir gücü daha çoxdur. Televiziyada bunun təsiri altına düşür. Bizim əslində böyük tövsiyələrimiz odur ki, televiziya bunların təsiri altına birbaşa düşməməlidir. Yəni, onun üstünlüklərindən istifadə edib o təsir altına düşməməlidir. Son nəticədə televiziya, radiomuz ən mötəbər media mənbələrindən biri sayılır və elə də olmağa da qalır. Yəni, televiziya daha çox diktə etməlidir, nəinki onlayn media yaxud da sosial media. Hazırda biraz əks istiqamətdə fəaliyyət gedir. Biz çalışırıq ki, bu televiziya əməkdaşlarla, televiziya yayımçılarla görüşmələrimizə bunu diqqətə çatdıraq ki, televiziyanın da öz rolu var, televiziyanın öz auditoriyası var və televiziya auditoriyasını daha etalon auditoriya kimi qəbul olunur və bunu qorumağa çalışmalıdır. Amma onu da qeyd edək ki, sosial mediada paylaşımların bir çoxu elə televiziyanın özündən götürülür. Götürülür, amma kontekst dəyişir, kəsilir, doğranılır, çalarlar əlavə olunur. Bəli, kontent ondan, televiziyadan gələn məzmun götürülür. Amma son nəticədə ya çıxarılır kontekstdən, ya başqa bir yönümdə verilir və bu da təsirə məzur qalır. Bir məsələ də var ki, həmin aparıcılarımız, televiziya aparıcılarımız, xüsusilə də bu özəl kanallarda var, daha çox sosial fenomenlərin istifadə etdiyi dildən istifadəyə başlayıblar. Bu da o qədər yaxşı hal deyil. Çünki o dil də saf deyil. Yəni, ədəbi dilinin qorunması istiqamətində o qədər də düzgün istiqamət deyil. O zaman rəqəmsal dövrdə klassik ədəbi dili necə qoruya bilərik biz? Dili qorumaq üçün vasitələr, yəni təbii ki, redaksiya məsuliyyəti dediyim kimi, redaksiya nəzarəti olmalıdır, qanunvericiliyi də öz yerində, amma hər bir aparıcı, hər bir redaksiyanın əməkdaşı nəzərə almalıdır ki, o bir dilin daşıyıcısı və təbliğatçısıdır. Ən böyük təbliğatçısıdır. Yəni, çünki televiziya ilə radio elə bir vasitədir ki, yəni burada kitabdan da güclü vasitədir, məktəbdən də güclü vasitədir. Çünki həm burada görünür, həm eşidilir. Ona görə də o məsuliyyəti dərk etməlidir. O məsuliyyəti dərk edib buna yanaşanda mütaliə olunmalıdır, zəruri ədəbiyyatla tanışlıq olmalıdır, dil normaları mütləq öyrənilməlidir, orfoqrafiya, orfoepiya qaydaları mütləq nəzərə alınmalıdır, riayət olunmalıdır. Yəni, biz buna nail olsaq, o məsuliyyətə nail olsaq, mən sizə inandırım ki, Azərbaycan dilindən gözəl bir dil yoxdur. O zaman sualım belə olsun ki, son dövrlərdə orfoepiya, orfoqrafiya qaydalarından danışdıqsa, efirdə
rastlaşdığınız və yadınızda hazırda da qalan bir səhv varmı? Onu nümunə kimi gətirə bilərdiniz. Yəni yazı səhvləri təbii ki, bu alt yazılarda çox olur. Düzdür, mən son vaxtlar fikir vermişəm. Eyni zamanda da həmin redaktorlar, yəqin ki, kanallarda redaktorlar oturur və onları qısa müddətdə aradan qaldırmağa çalışırlar. Bu xoş haldır. Hətta oxuyursan yazı səhvdir, 2 dəqiqədən sonra görürsən ki, həmin yazını yeni formatda verirlər və düzəldib verirlər. Bu çox xoşdur ki, heç olmasa. Amma bu efirdən qabaq olmalıdır, açığını deyim. Bu biraz nəzarət daha güclənməlidir. Tələffüzlə bağlı məsələlərimiz daha ağırdır və burada biraz ikitirəlik də var. Çünki bəzi orfoepik qaydalar hələm tam dəqiqləşməyib, öz yerinə oturuşmayıb. Yeniliklər qəbul olunmayıb, yaxud da olunmalıdırmı? Burada biraz ikitirəlik müzakirələr var. Mən düşünürəm ki, Nazirlər Kabinetinin təsdiq etdiyi orfoqrafiya və orfoepik qaydaları son nəticə fərqi yoxdur, hansı ilin buraxılışı olursa olsun, ən sonu əsas kimi götürülməlidir. Digərləri artıq fikirdir, yeni orfoqrafik qaydalar salınarsa, bu artıq tələb riayət olunmalıdır. Salınmazsa, təbii ki, bu artıq zid hal kimi qiymətləndirilməlidir. Tələffüzlə bağlı ən çox səhvlər, mən belə indi söz yadıma düşməsə də vurğu səhvləridir. Vurğu ilə bağlı məsələlərdə ən çox pozuntular orada hiss olunur. Yəni sözlərin tələffüzündə qüsurlar çoxdur. İndi hər bir burada indi misalları çəkmək istəməzdim, amma bildirmək istəyirəm ki, burada biraz obyektiv də səbəblər var. Obyektiv səbəblərdən biri odur ki, bu orfoepik normalar yenilənməlidir. O yenilənmə olmayınca hələlik ki, Nazirlər Kabinetinin ən son təsdiq etdiyi orfoepik qaydaları əsas götürülür və onlara əməl olunmalıdır. Düzdür, bəziləri bu artıq gündəmdən düşüb, yeniliklərə uyğun deyil. Mən bunu başa düşürəm, bununla müzakirələr var. Bayaq hətta təlimdə də bununla bağlı bir-iki sual verildi. Məsəl üçün, yəni xarici sözlərin əsasında işlənməsi, onların Azərbaycan tələffüzü mənasında. Mən düşünürəm ki, hələlik ki, əlimizdə nə varsa ondan istifadə edib ona riayət etməliyik. Riayət etməmək üçün səbəb axtarmamalıyıq. O zaman dialekt və şivələrin də buna bir təsiri varmı? Təbii ki, təsiri var. Aparıcılar dialektlərdə, ləhcələrdə, şivələrdə danışmamalılar. Aparıcılar təbii ki, burada proqramın formatı da böyük rol oynayır. İndi ciddi formatlarda bu mütləq riayət olunmalıdır ədəbi dilin normalarına. Amma yenə də hətta digər əyləncəli proqramlarda da buna aparıcılar əməl etsə, bu dilin gözəlliyidir. Amma qonaqların bu ilə bağlı, işlətməklə bağlı bizim monitorinqlər onu əhatə etmir. Nəyə görə? Çünki biz heç kimi məcbur edə bilmərik ki, ya belə danış, belə danış. İstərdik, istəyimiz odur və burada aparıcılar da böyük rol oynayır. Dəvət olunanda, həmin respondentlərdə, həmin qonaqlarda ki, siz danışıq diliniz daha çox təbii ki, Azərbaycan dilində danışmalısınız, xarici kəlmələrdən uzaq olmalısınız, ədəbi dil normala uyğun olmalıdır. Amma məcburiyyət yoxdur da təbii ki, respondentlərlə, yəni qonaqlarla bağlı, verilişə dəvət olunan insanlar, şəxslərlə bağlı o məcburiyyət odur. Ən böyük təbii məcburiyyət aparıcı və redaksiya əməkdaşlarındadır. Fazil bəy, amma onu da bayaq qeyd etdiniz, yadımda qaldı ki, bəzi xarici sözlərdən də istifadə edirik. Bunlara misal olaraq elə bizim efirlərdə çox sevimli bu tamam sözünün işlənməsidir, aydındır olma yerinə. Yəni bu alınma söz deyil. Amma əvəzi bizdə oldu, alternativi olduğu halda nəyə görə aparıcılar bundan istifadə edir? Ümumiyyətlə bunun təsiri nədir, qaynağı nədir? Qaynağı dediyimiz kimi qardaş dil olan türk dilindən, təsirindən gəlmə sözdür və bizim monitorinqlər aparılanda bu tamam sözü xüsusi diqqətdə idi. Tamam sözünün özü birisi Azərbaycanda da tamamla bağlı sözlər var, tamamilə, tamam, yəni əhatə mənasında. Biz bununla bağlı monitorinqə cəlb olunmayıb o sözlər. Biz o halda o salınır monitorinqə ki, o aydındır, olduğu, yaxşı mənasında bildiriləndir. Yəni Azərbaycanda tamam o mənada işlədilmir. Buna görə də o artıq xarici kəlmə kimi nəzərə alınır və bildirilir. Düzdür, sosial mediada bununla bağlı biraz müzakirələr getdi ki, tamam sözü Azərbaycan sözüdür. Yəni biz demirik ki, Azərbaycan dilində tamam sözü yoxdur, amma o kontekstdə deyil. Yəni bizim monitorinqə cəlb olunan kontekstdə deyildi o və ən çox da işlənilən xarici kəlmələr siyahısında demək olar ki, birinci, ikinci yerlər tutur.
Digər misal olaraq istəyərdim elə bizi izləyən izləyicilər də bilsin ki, o sözlər sırasına daha hansılar aiddir? Baxın, dilimizdə çox gözəl filan sözü ola-ola, o filan sözünün falan sözünün əvəz olunması qəbul edilməzdir. Çünki Azərbaycan dilinin normaları var, ahəngliyi var. Filan sözü də bizdə çox gözəl işlənən bir sözdür. Ana, ata sözləri ola-ola, mama, papa, anne sözlərinin işlənməsi düzgün deyil. Qardaş sözü ola-ola abi sözünün işlənməsi artıq xarici kəlmənin təsiridir, dilə birbaşa təsiridir. Bədii əsərlərdə bu olanda təbii ki, onun bir yeri var, yəni biz ona müdaxilə etmirik, amma aparıcı bunu artıq istifadə edirsə, sosial proqram, fərqi yoxdur, ictimai-siyasi proqramda bu qüsurdur və aparıcının ədəbi dil normasına riayət etməməsinin bariz nümunəsidir. O zaman ədəbi dil normasına riayət etməsi üçün bir aparıcıya müəyyən bir təlimlər keçirilməlidirmi? İlk olaraq redaksiyalar həmin aparıcıları təbii ki, işə dəvət edəndə, işə təqdim edəndə onların dil biliklərini yoxlamalıdırlar. Yəni, insan Azərbaycan dilinin daşıyıcısı olmalıdır, təmiz daşıyıcısı olmalıdır. Və ondan sonra da, o müəyyən işləyəndən sonra da müəyyən təlimlərə təbii ki, cəlb olunmalıdır. Amma insan əgər Azərbaycan dilinin daşıyıcısı deyilsə, yəni Rus dili, Türk dilinin daşıyıcısıdırsa, Azərbaycan dilini səlis bilmirsə, artıq təlimlər orada ikinci dərəcəli rol kimi köməkləyəcək. Bu, Azərbaycan dilini təmiz bilməlidir. Nitq qüsurları da bura aiddir, yoxsa necə düşünürsünüz? Yəni, müəyyən bir təlimlər... Təlimlər müxtəlif parametrlər ola bilər. Yəni, xarici kəlmələrlə bağlı ola bilər, tələffüzlə bağlı ola bilər, yazılarla bağlı ola bilər. Bəli, nitq qüsurları da buna aiddir. Yəni, təlimlər də bir tərəfli olmamalıdır, müxtəlif təlimlər keçirilməlidir. Təlim keçirilməlidir, maarifləndirici görüşlər keçirilməlidir, ictimai qınaq olmalıdır. Son nəticədə ictimai qınaq çox təsir edir. Və ictimai qınaq olmasa, ictimaiyyət onu qınamasa ki, bu niyə belə bu dildə danışırsan, axı bizim gözəl dilimiz var, bunun biz nəticəsini görməyəcəyik. Əksinə, ictimaiyyət də ondan götürüb o dildə danışmağa başlayacaqsa, vay bizim halımıza. Onda belə deyək, son dövrlərdə bəzi televiziya kanallarında bir neçə verilişin bağlanmağının səbəbi ictimai qınaqdır, yoxsa müəyyən bu monitorinqlərin nəticəsidir? Burada məcmu bir haldır. İctimai qınaq böyük rol oynayır təbii ki burada. Düzdür, Audiovizual Şuraya da bu sorğular yönləndirildi, gəldi sorğular, vətəndaş şikayətləri çox gəlirdi. Biz açıqlama verdik. Açıqlama verdik ki, yəni ümumiyyətlə Azərbaycanda Audiovizual Şura, ümumiyyətlə audiovizual media məkanının tənzimlənməsi qanunvericilik əsasında olur. Qanunvericilik media haqqında qanundur və müvafiq qanunlar vardır ki, biz yalnız və yalnız Audiovizual Şura qərar qəbul edəndə, hər hansı bir sanksiya qəbul edəndə o qanunlara əsaslanıb deməlidir. Yəni, özümüzdən asılı olaraq bizim xoşumuza gəldi, yaxud gəlmədi, yaxud da əsaslana bilmərik. Buna görə də bəzən bizdən tələb edirlər ki, proqramlar bağlansın, aparıcı efirdən çıxarılsın. Yəni, bu Audiovizual Şuranın səlahiyyətində olan bir hal deyil. Qanunvericilik pozuntusu olduğu təqdirdə bizim tərəf media subyektidir, redaksiyadır və biz zəruri hallarda yayımın dayandırılması, yaxud da inzibati protokolun tərtib olunmasına bağlı o hallar görülür və görüləcəkdir. Bu bizim vəzifəmizdir. Amma hər hansı bir proqramın bağlanması, efirə qaytarılması, yenidən kiminsə aparıcı olub-olmaması təyin olması, bu sırf redaksiya siyasətidir, sırf o çərçivədə həll olunmalıdır. Düzdür, ictimai qınaq gördüyünüz kimi rol oynadı, Audiovizual Şuranın tövsiyələri rol oynadı. Yəni, dəfələrlə biz görüşlərdə bunu bildiririk ki, ictimai həssas məqamlara fikir verilsin. Elə mövzular var ki, aparıcıların yanaşması, danışıq tərzi, qonaqlarla ifadə tərzi, intonasiyaları, jestləri hətta bəzən qanunvericilik pozuntusu halına düşməsə də bu qınaq yaradır və bu qınağın da son nəticəsi xoşa gəlməz hallara gətirib çıxarır. Mən çox sevinirəm ki, son vaxtlar bu redaksiyalar bu məsələyə biraz daha həssas yanaşdılar. Bəzi redaksiyalarda, proqramlarda xüsusi yanaşma, ciddi yanaşma oldu. Bildiyimə görə bəzilərində daxili inzibati tədbirlər görüldü, bəzilərində proqramların yeri dəyişdirildi, dayandırıldı. Çox gözəl. Yəni, bu o deməkdir ki, ictimai qınağın rolu var. Fazil bəy, təşəkkür edirəm sizə. Zamanın necə keçdiyini hiss eləmədim. Çünki həqiqətən də o qədər maraqlı mövzuya toxunduq ki, düşünürəm bizi izləyən izləyicilər üçün də çox faydalı bir söhbətimiz oldu. Çox sağ olun. Mən də təşəkkür edirəm dəvət etdiyinizə görə. Nə xoş ki, bir faydası ola. İnşallah ki, bu bizim söhbətimizin və biz çox ümid edirik ki, bu son
dövrlər baş verən təlimlər, maarifləndirici görüşlər, proqramlar bu yöndə bir istiqamətdə böyük bir addım və töhfə olacaqdır. Qanunvericilik tələblərinə riayət olunması öz yerində, amma son nəticədə maarifləndirmə, insanların özünün məsuliyyəti çox böyük rol oynayır və ictimaiyyət də burada heç vaxt biganə qalmamalıdır. Doğrudur. Təşəkkür edirəm. Bir daha təşəkkür edirəm sizə. Xatırladım ki, televiziyada Azərbaycan dili mövzusunda təlimlərimiz davam edir. Təlimlər çərçivəsində bugün Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov idi qonağımız. Sağ olun, salamat qalın.